Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz Müslümanlar, Allah Azze ve Celle'nin izniyle Cuma günü, yani sabah yok, bürsü gün Kurban Bayramımızdır. Kestiğimiz kurbanlarda dikkat etmemiz gereken esas 4 şeydir. Hayvan bu 4 kusurdan salamet olmalıdır. Birincisi, kör olmamalıdır. Tamamıyla kör. Gözü çıkmış veya da gözü irinlemiş, gözü ağarmış hayvan olmamalıdır. İkincisi, beynini itirmiş deli hayvan olmamalıdır. Beynini itirmiş. Üçüncüsü, çolaq olmamalıdır. Yani hansı ki yeriyə bilmir ve öz başını idarə edə bilmir. Dördüncüsü de açıq-aşkar xəstə olmamalıdır. Mesela yemir, içmir, bir dəri bir sümüktür. Bu şekilde olmamalıdır. Kestiğimiz hayvan bu kusurlardan uzak olmalıdır. Ama kulağı biraz kəsik olarsa, boynuzu biraz qırıq olarsa və yaxud da az bir axsama olarsa və yaxud da biraz dişi tökülmüş olarsa, bir iki diş falan, bunları kəsmək olar. Sadece bu kusurlar da olmasa daha yaxşı olar. Əsas dikkat etmemiz gereken şey odur ki, kör olmasın, tam topal olmasın, yeriyə bilməyəcək qədər, otlaya bilməyəcək qədər, özünü idarə edə bilməyəcək qədər xəstə olmasın və bir də bir dəri bir sümük olmasın, yeyləsi ət olsun. Qurban kəsməkdə ikinci dikkat etmemiz məsələ isə qurban bayram namazından sonra kəsilir həmən. Bayram namazından öncə kəsilmir. Ta Zilhiccə ayının 13-nə qədər. Allah Teala hər kəsin kəsdiyi qurbanları qəbul eləsin. Esselamu Aleyküm.